Salam, mən Sumqayıt Prenatal Mərkəzinin psixoloqu Şahanə Qədəndərova. Ana olmaq, bu sözün içində həm sevinc, həm qorxu, həm narahatlıq. Mən kifayət qədər hazırammı? Uşağım sağlam olacaqmı? Yaxşı ana ola biləcəyəmmi? Bu sualların hamısı normaldır və sən bu yolda tək deyilsən. Sumqayıt Prenatal Mərkəzin yeni fəaliyyətə başlayan psixoloq xidməti məhz bu səbəbdən yaranıb. Hamiləlik mərhələsi tək fizioloji deyil, eləcə də psixoloji dəyişikliklər yaradır qadında. Psixoloji dəstək isə bu dövrü daha rahat və sağlam şəkildə keçmək üçün vacibdir. Xidmətin məqsədi hamilə qadınlardan stres, narahatlıq, doğuş sonrası psixoloji dəstəyin alınması, doğuş sonrası depressiyanın azalması, körpə ilə ana arasında emosional bağlılığın yaranması, körpələrdə erkən psixoloji davranış qaydalarına nəzarət, ailə fərdləri ilə təlimlərin keçirilməsindən ibarətdir. Xidmətlərimiz fərdi psixoloji seanslar həm fərdi şəkildə keçirilir, həm də məxfi şəkildə təyin olunur. Xidmətlərimizdə ana və körpə arasında emosional bağlılığın yaranması üçün təlimlər keçirilir. Ailə üzvləri ilə maarifləndirici söhbətlər aparılır. Zəruri hallarda uşaq psixoloqu uşaqları qiymətləndirmə və yönləndirmə ilə təşkil olunur. Bu xidmətlə bağlı gələcək planlarımız hamilələrdə qeydiyyatın ilkin mərhələsində psixoloq dəstəyi haqqında maarifləndirici söhbətlərin aparılması, onlayn psixoloji konsultasiyaların təşkili, müxtəlif yaş qrupları ilə terapiyaların təşkili, psixoloji sağlamlıq və ana olmağa hazıram mövzusunda seminar və vebinarların təşkilindən ibarətdir. Sumqayıt Prenatal Mərkəzdə psixoloq qeydiyyatı 2 mərhələdə qəbul olunur: stasionar və ambulator. Stasionar müalicə alan xəstələr icbari tibbi sığorta çərçivəsində qəbul olunur. Ambulator müraciət edən xəstələr isə ödənişli əsasla qəbul olunur. Ödənişsiz əsasa isə müharibə iştirakçıları, fiziki qüsuru olan şəxslər, 18 yaşa qədər uşaqlar və yeniyetmələr aiddir. Son olaraq onu bildirmək istəyirəm ki, psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər önəmlidir. Dəstək almaq heç də zəiflik demək deyil, əksinə sağlam ailənin təməlinin qurulması deməkdir. Sumqayıt Prenatal Mərkəzi olaraq biz hər bir ana və körpənin yanında olmağa hər zaman hazırıq.